Ben yeni Spider-Man Brand New Day filmini beğendim ve bugün bu videoda Marvel'ın yeni filmi hakkında öz təəssüratlarımı bölüşeceğim. Video çok uzun olmayacak. Ümumiyyətlə YouTube'da filmlerle bağlı saatlerle devam eden 40-50 dəqiqəlik həddindən artıq uzun videolara çox rast gəlirəm. Amma məncə 2 saatlıq bir film üçün uzun uzaq danışmağa heç ehtiyac yoxdur. Birbaşa mətləbə keçək. Brand New Day Spider-Man filmi Peter Parker'ın təkliyindən, keçirdiyi travmalardan və yenidən köhnə dostları ilə bir araya gəlməsindən bəhs edir. Eyni zamanda bu filmdə Spider-Man daha da güclənib daxilindəki mutant örümcək hissəsinin onu idarə etməsiyle daha böyük gücə yiyələnən bir xarakterə çevrilir. Treylerlərdən də gördüyünüz kimi filmdə Hulk, Punisher, Scorpion kimi obrazlar var. Amma bu filmdə bunlardan daha çox Spider-Man'in ən böyük düşmanı öz daxili psixoloji problemlər, keçirdiyi travmalar və tənhalıq səbəbindən daxilindəki mutant örümcək hissləri insani duyğularını üstələyir və Peter Parker da məhz bununla mübarizə aparır. Əlbəttə filmdə bir baş düşman da var. Spoiler olmasına adını çəkməyəcəm, amma izləyənlər artıq kimdən söhbət getdiyini yaxşı bilir. Filmin ən çox bəyəndiyim tərəfi Spider-Man'in köhnə filmlərdəki binaların arasına tor ataraq süzüldüyü səhnələrdir. Çox gözəl seçim olub. Tobey Maguire'ın dövründəki o nostalji, insanı həyəcanlandıran tor atma səhnələrinin sayı da artır. Yəni bu filmdə Spider-Man'in doğrudan da Spider-Man daha çox hörümçək güclərinə malik olan biri kimi görürük. Əvvəlki filmlərdən də izləyicilərin ən böyük şikayətlərindən biri də bu idi ki, tor atma səhnələrinin sayının az olmağı, yəni binadan binaya tullanmağın, daha estetik görüntülərin çox azlığı idi. Görünür ki, tamaşaçıların səsini eşidiblər. Vizual effektlər də əla idi. Marvel bir ara xüsusən Avengers'ə qədər olan bəzi filmlərdə həqiqətən bərbad CGI-dən istifadə edirdi. Amma bu filmdə görünüş məsələsini tam həll ediblər. Xüsusilə Spider-Man havada süzülərkən kostyumunda yaradılan effektlər onun montaj deyil, həqiqətən havada olduğunu hiss elətdirirdi. Ümumiyyətlə bu filmdə Spider-Man'in kostyumunu bəyəndim. Kostyumunun verdiyi hissiyat da doğrudan da bir CGI yox, onun içində orada bir adam olduğunu, bunun bir multik olmadığını hiss elətdirirdi. Əvvəlki filmlərdə daha çox CGI kimi hiss elətdirən bu kostyum bu filmdə çox yaxşı görünürdü. Filmin marketinqi və yaradılan hype yüksək səviyyədə idi. Məsələn, McDonald's-da belə oyuncaqları var. İnsanlar hal-hazırda bütün TikTok oyuncaqlarla məşhurdur. Mən özüm də oyuncaqlardan birini aldım. Halkı uzun fasilədən sonra yenidən uşaqlığımızdakı kimi əsl dağıdıcı Hulk, Marş Hulk kimi görmək mənə xüsusi ləzzət elədi. Punisher'in Hulk'ı güllələyərək öldürməyə çalışması və aralarındakı dialoqlar da çox əyləncəli idi. Aktyorluğa gəldikdə isə Zendayanın aktyorluğu gözlə görüləcək dərəcədə olğunlaşıb. Əvvəllər onun aktyorluğunu çox bəyənmirdim, amma bu filmdə özünü daha yaxşı tərəfdən göstərir. Tom Holland da hər zaman kimi rolu yaxşı aparır. Gələk filmin gözləntimin altında qalan hissələrinə, yaxşı hissələrini danışdıq, bitirdik. İndi də bir qədər gözləntimizin aşağı hissəsində qalan hissələrdən danışmaq istəyirəm. Ən böyük mənfi cəhət Peterin emosional keçidinin düzgün çatdırılmaması idi. Keçən filmin sonluğundan sonra biz Peterin həqiqətən yalnız və təcrid olmuş halını hiss etməli idik məncə bu filmdə. Amma biz bunu çox az hiss elədik. Film boyunca o tənhalığı zərrə qədər də hiss elətdirmir. Studiya görünür ki, filmi çox depressiv etməkdən qorxub və Peteri tez bir zamanda cəmiyyətə qaytarıb. Qadın personajla, Punisher'la, Bruce Banner'la danışır. Birdən-birə Zendaya və Ned'lə yenidən ünsiyyət qurur. Ən azından filmin bir neçə dəqiqəsində o tənhalığı bizə daha yaşadıb, sonra bu mərhələyə keçərlər, daha inandırıcı olardı. İkinci problem isə baş düşmanın, əsas düşmanın heç bir təhlükə hiss elətdirməməsidir. Bədəndən bədənə keçməkdən başqa film boyunca nəyin peşində olduğu, motivasiyasının nə olduğu izah olunmur. Sadəcə finalda biz nə istədiyini öyrənə bilirik. Doktor Octopus, Green Goblin və Thanos kimi samballı düşmənlərdən, villainlardan sonra haqqında heç bir altyapı qurulmayan bir düşməni qarşımıza çıxarmaqları ssenari baxımından zəif qalmışdı. Mən son olaraq titrlərdən sonraki, yəni after credits səhnəsini heç bəyənmədim. Normalda after credits səhnəsi növbəti film üçün böyük bir hype yaratmalı, ya daxili duyğusal bir mesaj verməli idi filmlə bağlı. Amma bu dəfə sırf vərdiş olduğu üçün qoyulmuş bir səhnə var idi. Yəni sırf after credits olsun deyə qoyulmuş bir səhnə var idi kimi gəldi. Filmin növbəti layihələr üçün bir keçid filmi olduğu onsuz da bəllidir. Amma heç olmasa finalda titrləri gözlədiyimizə deyəcək bir detal verə bilərdi. Sadəcə kosmosda görünən bir Spider-Man göstərmək artıq heç kimi təəccübləndirir. Bunun üzərində biraz daha dərindən düşünsəydilər, tamaşaçı zalı daha məmnun tərk edərdi. Uzun sözün qısası, film haqqında saatlarla danışmağa gərək yox. Tüm bu mənfi və müsbət tərəfləri tərəziyə qoyduqda Spider-Man Brand New Day gedib kinoteatrda izləniləsi əyləncəli bir işdir. İndi baxmasanız belə gələcəkdə rəqəmsal platformalarda mütləq şans verməyinizi tövsiyə edirəm. Mənim bu film olan yekun xalım isə 10 üzərindən 7.8-dir. Siz filmi izləmisinizsə sizin fikirləriniz necədir? Rəylərdə bölüşməyi unutmayın.